Çinarə, hər vaxtınız xeyir olsun. Metropolitendəyik və burada olmağımızın səbəbi artıq hər kəsə məlumdur. Səhər saatlarından etibarən yollarda tıxac müşahidə olunur. Hətta bizim özümüz də bura gələnə qədər həmin tıxaclarda qaldıq. Ümumiyyətlə, metroda vəziyyət necədir? İstərdim ki, suallarımı Bəxtiyar bəy yanımdadır və ona ünvanlayım. Bəxtiyar bəy, hər vaxtınız xeyir olsun. Çox güman ki, metroda da sıxlıq oldu. Əsasən hansı stansiyalarda baş verdi və sizə müraciətlər oldu mu? Əsasən hansı istiqamətlərdə müraciətlər oldu? Buyurun, sizdən eşidim. Salam, hər vaxtınız xeyirli olsun. İlk öncə Bilik Günü münasibəti ilə hamını təbrik edirəm və inşallah bu mövsümümüz də çox uğurlu olsun. Metro ilə bağlı əlbəttə ki, mənim simamdan da görünür, çox pozitiv əhval-ruhiyyədəyik. Hətta deyərdim ki, son illərdə ən rahat keçmiş 15 sentyabr tarixidir. Onu xüsusi olaraq qeyd edim ki, bunun da təbii ki, özəl səbəbləri var. Əlbəttə, sərnişin axını, sərnişin intensivliyi, sıxlıq, hər birisi bu gün də var idi. Amma əvvəlki illərə nəzərən daha rahat keçməsinin bir səbəbi son 16 ildə ilk dəfə metropolitində intervallar azaldıb, yəni 2 dəqiqədən aşağı salınıb. Bu ilə bağlı onu xüsusi qeyd edə bilərəm ki, 15 saniyə aşağı salınıb cür saatlarda interval, amma bu 15 saniyəni sadəcə rəqəmlərinə diqqət etsək, illik sərnişin daşımada daha əlavə 8 milyon sərnişin daşıma imkanıdır. Bunu günlərə, aya böləndə də təbii ki, böyük rəqəmlər üzə çıxır. Əlbəttə, sıxlıq var idi. İlk növbədə qeyd edim ki, Dərnəgül Əhmədli istiqamətində hər hansısa bir çətinlik yox idi. Ənənəvi olaraq 20 yanvar Elmlər Akademiyası çox sərnişin sıxlığı olan stansiyadır. Amma həmin istiqamət üzrə hər hansısa bir problem yaşanmadı. Digər istiqamətdən Əhmədlidən 28-ə qədər olan sahədə 28 may stansiyasına qədər əsasən hər bir şey qaydasında idi. Hətta Koroğlu ən sıx stansiyamız olsa belə o intensivliyi çatdırırdı qatarlarımız. Və 28 may stansiyasında isə ənənəvi problem 28 mayın 2 xəttin birləşdiyi nöqtə olduğu üçün və bu özünü biruzə verir. Çünki bir qatar içəri şəhər, digəri Dərnəgülə gedir. Eyni zamanda hər iki qatara minib bir qatarı gözləyən sərnişinlər və qatardan düşən sərnişinləri də nəzərə alsaq, bu sıxlıqların tənzimlənməsi ilə bağlı əlavə işçi qüvvəsi ayrılmışdı və tənzimləmələr operativ qaydada təşkil olunurdu. Bundan sonraki dövrdə də olacaq. Əlbəttə ki, bu problemin həlli bilirsiniz. Xətlərin ayrılması layihəsidir. Ona da başlamışıq. Bugün sərnişinlərin əsas sualınızın ikinci hissəsinə qayıdaraq deyim ki, havalandırma ilə bağlı müəyyən şikayətlər daxil olurdu. Ümumən o ilə bağlı qeyd edim ki, təbii ki, havalandırma sistemi, qatarlar, stansiyalar ayrı olaraq nəzərə alınır. Qatarlarla bağlı, bilirsiniz, son illərdə gətirilən qatarlarımızda kondisioner sistemi var. Lakin bu kondisioner sisteminin özü ilə də bağlı bəzən problemlər yaranır. Bu, təbii ki, bir neçə qismə ayrılır. Zəmanətli olan qatarlarımızı təbii ki, istehsalçı müəssisənin mütəxəssisləri müdaxilə etməlidirlər. Digər hallar üçün isə onu qeyd edim ki, hər bir qatarımız, yeni nəsil qatarımızın özü asinxron mühərriklərlə, məsələn, kondisioner sisteminin özü ilə təchiz olunduğundan ayrılan istilik enerjisi daha çoxdur və qatarların qapıları açılıb bağlanarkən salona daha çox istilik daxil olur. Eyni zamanda 15 sentyabr sərnişinlərin kifayət qədər artdığı bir dövrdür və bu dövrdə sıx sərnişin kütləsi olan bir qatarlarda da bunu təsəvvür etmək təbii ki, olar hansı mənzərə yaranır. Amma bu məsələlərin həlli ilə bağlı onu xüsusi qeyd edim ki, planlaşmış bir istiqamət var. Həm də Bakı metropolitenində yeni nəsil qatarların sayı artdığından artıq sıx bir komanda yaranıb bu istiqaməti araşdırıb tətbiq edən bir qrupumuz da var. Və bu istiqamətdə müsbət, pozitiv dəyişikliklər olacaq və eyni zamanda stansiyalarla bağlı qeyd edim ki, burada tək qatar deyil, əksinə stansiyaların rolu daha böyükdür. Stansiyalarımız və tunellərimizlə bağlı çox böyük işlər gözləyir bizi qarşıda. Stansiyaların nəinki havalandırılması, eyni zamanda soyudulması işlərinə də başlanılacaq. Burada hava axının tənzimlənməsi üçün güclü ventilatorların gələn hava axının platformanın altı, platformanın bütün səthi boyunca bərabər yayılmasının təmin olunması, eyni zamanda soyutma da sisteminə əlavə etsək, hərəkət edən qatarlarda da o qeyd etdiyim əlavə ayrılan istilik enerjisinin qatara daxil olmamasını qarşısını alacaq və beləliklə sadəcə olaraq bu məsələlərin hər birisi müəyyən dövrə bağlı olacaq. Çünki çox mürəkkəb, texniki cəhətdən və maliyyəyə bağlı bir məsələdir. İnşallah yaxın vaxtlarda bu barədə elanlarımızı da işlədəcəksiniz. Belə deyək, böyük miqyasda işlərə başlanılacaq. Bəxtiyar bəy, qısaca olaraq azaldılmış interval məsələsi artıq ənənəvi
ənənəvi qaydaya keçid olacaq, yoxsa bu müəyyən vaxt ərzində? Onu xüsusi qeyd edim ki, azaldılmış interval səhər-axşam cür saatları üçün nəzərdə tutulub. Buna qədərki dövrdə biz səhər 1 saat yarım, axşam 1 saat yarım və yaxud da səhər 3 saat, axşam 3 saat prinsipi ilə çalışırdıq. Amma bugün rəqəmsal texnologiyalar imkan verib ki, hər yarım saat, hər dəqiqəni xüsusi hesablayaq. Məsələn, səhər 7-də başlayan 2 dəqiqədən aşağı intervalımız yarım saat davam edir. Artıq 15 saniyə azaldılmış intervalımız 7:30-dan başlayır və beləliklə ümumən gün ərzində 5 saat 2 dəqiqədən aşağı intervalla qatarlarımız hərəkət edir. Bu intensivliyin artması sıxlıq olsa belə sərnişin axınını daha rahat tənzimləməyə imkan verir. Təşəkkür edirəm Çinarə. Bir daha xatırladım ki, müsahibin Bəxtiyar Məmmədov idi və metropolitenlə bağlı ən son informasiyaları diqqətimizə çatdırdı və intervallar azaldılıb deyə bugün o qədər də sıxlıq olmadığını qeyd etdi. Əsasən sıxlıq 28 may stansiyasında baş verib və çatdıracağımız informasiyalar hələlik bundan ibarətdir. Sözü yenidən sənə ötürürəm.